Bir komandanın demək olmur. Məsələn, mən düşünürəm ki, Fransa qələbə qazanacaq. Heyəti nəzərə alsan, futbolçuların oynadığı klubları nəzərə alsan, qazandıqları mükafatları nəzərə alsan, mənim üçün Deşamın Fransası dünya çempionu olar. Hərçənd mən başqa bir komanda azarkeşlik edirəm, amma mən Fransanı dünya çempionu görürəm. Səndə necədir? Orijinal bir fikrim yoxdur ki, niyə də olsun orijinal fikrim. Fransa, İspanya, Portuqaliya, Argentina bu dördlükdən biri dünya çempionu olacaq. Olmasa çox təəccüblənərəm. Fransa, İspanya, Portuqaliya, son hamısını bildin. 4 komanda, 48-dən 4. Mən birini demişəm. Birini demək olmur. Ümumiyyətlə, belə böyük turnir qabağı proqnoz vermək, əlbəttə ki, göydən atmaq kimi bir şeydir də, yəni tutmadı. Sadəcə 4 komanda, proqnoz, yəni bundan ibarətdir, 4 komandadan biri çempion olacaq. Hansısa birini xüsusi seçmək. Playoffdakı yolundan asılıdır. Hansısa oyunda bir hadisədən asılıdır. Kiminsə alacağı qırmızı vərəqə, kiminsə kiməsə kəllə vurmasından ya, futbolçunun zədələnməsi. Kiminsə zədələnməsinə asılıdır. Çünki bir çox aspekti var. Fransa onsuz da buna qədər ki, son 2 dünya çempionatında ən güclü ehtimali komanda idi. 2018-də çempion oldular ilk gündə, 22-də finalda uduzdular. Məncə o finalda qalib gəlməli idi Fransa. Məncə heç layiq deyildi o qalibiyyətə. Heç bir şəkildə layiq deyildi. Dünya çempionu elə Fransa olmalı. Layiq olan məncə qazandı, amma nəysə o qaldı keçmişdə. Amma demək, onu görür ki, hər zaman güclü ehtimali komanda qalibi olmur. Ona görə heyətə görə əlbəttə ki, Fransa hətta onun kimi o sıraya qoyduğum İspaniya, Portuqaliya və Argentinadan bu üçündən də hətta bir qədər öndədir. Çox yox, amma bir qədər öndədir heyətinə görə elə görünür. Amma bu heç bir zəmanət deyil əlbəttə ki. Heç bir şəkildə zəmanət deyil. Hər şey artıq meydanlarda həll olunacaq. Kim sürpriz ola bilər, məhz qalib kimi, kim təəccübləndirə bilər, nə qədər də qəribə səslənsə də. Norveçi düşünmürsən? Yox, qalib kimi yox. Yox, qalib kimi sürpriz bir komanda kimi. Böyük bir sürpriz, əlbəttə ki, 100% bu yarım finala qədər gedə bilər. Hansı çox böyük nailiyyət imza ata bilər, dördlüyə düşə bilər, həqiqətən bu potensial. O qədər qırmızı balıq aparsam yeməyə mən də qalib oluram. Elə görünür. O enerji qızıl gəlir. balıq lazımdır, böyük uğurlar üçün qırmızı yox, qızıl balıq lazımdır. Elə qırmızı balıq, qızıl balıq. Həmin o qızıl balıqdır, o arzuları reallaşdırandır.